Salam dostlar, gördüğünüz kimi kartof əkilən yerdir. Buradan torpağından nümunə götürüb burada nematodun olmamağını yoxlayacağım. Deməli, birinci olaraq torpağın üst hissəsi lapatka ilə qazılır. Çünki nematodlar yuxarı səthin 10-30 sm dərinliyinə dəyişdirlər köklər olan yerdə. Deməli, 200 qram torpağımı götürüb sonra analiz eləyəcəm. Gördüyünüz kimi torpağımız hazırdır. Yoxlayacaq. Salam dostlar, bugün sizə flotasiya üsulu ilə necə torpaqda nematodları təyin edirlər, onu göstərəcəm. Bunun üçün 200-250 qram torpaq götürürük. Bir qaba və ya bir stəkana da olar. Üzərinə çıxana qədər su əlavə edirik. Bu şəkildə qarışdırırıq ki, nematodlar torpaqdan ayrılsın. 30 saniyə gözləyirik və ələkdən süzürük. Sonra 2 ələkdən süzülür. Deməli, yuxarıdakı ələk 500 mikron, aşağıdakı ələk isə 250 mikron. Məqsəd torpaq materialları, daşlar yuxarıda qalsın, nematodlar, sistalar isə aşağıdakı ələkdə qalsın. Bu proses 3 dəfə təkrarlanır. Sonra isə aşağıdakı ələyi götürüb nematodları və nematod sistalarını ələyin aşağı hissəsinə doğru su ilə gətiririk. Sonra isə gördüyünüz kimi kolbada üzərində qıfdır və içində də filtr kağızıdır. Ələkdəki su hamısı bura gəlsin. Su aşağı gedir. Nematodlar da filtr kağızının üzərində qalır. Deməli, burada nematodun sistaları var. Bunları böyüdüb sizə göstərəcəm. Bunlar partlayır, sistalar və içindən nematodlar çıxır.